Uzun müddətdir məzarını axtardığım Azərbaycan kinosunun ilk kino rejissorlarından biri, bir neçə sənədli və xronika filmləri çəkmiş Ağqara filmlərin məşhur rejissoru Mikayıl Mikaylov haqqında danışacağım. Mikayıl Mikaylovun məzarını tapmasam da, amma həyat yoldaşı əslən Gürcü millətindən olan İda Mikaylovanın məzarını tapdım. Mikayıl Mikaylov Azərbaycanın ilk kino rejissorlarından biridir. İlk bədii filmini 1930-cu ildə Lətif filmini çəkmişdir. Sonralar İsmət, Altıncı His, Mahnı Belə Yaranır bədii filmlərinin quruluşçu rejissoru olmuşdur. Çəkdiyi ona yaxın filmin senarisini də özü yazmışdır. Həmçinin bir neçə filmdə aktyor kimi də çəkilmişdir. Mikayıl Mikaylov 1903-cü ildə İçərişəhərdə anadan olmuşdur. Rejissor assistenti kimi 1928-ci ildə Gilan qızı filmində çalışmışdır. Daha sonra 1930-cu ildə Lətif, 1934-cü ildə İsmət, 1939-cu ildə Hazır Ol filmlərinin rejissoru olmuşdur. Daha sonra 1948-ci ildə Sovet Azərbaycanı tam metrajlı sənədli filmini çəkmişdir. 1949-cu ildə 25 il Leninsiz qısa metrajlı sənədli filmini də çəkmişdir. 1939-cu ildə Hazır Ol filmi artıq saxlanılmayıb. O filmin kino operatoru Azərbaycanın ilk kino operatorlarından biri Camal İsmixanov idi. Camal İsmixanov 1910-cu ildə Bakıda anadan olmuşdur. Böyük Vətən müharibəsində itkin düşmüşdür. Mikayıl Mikaylov bir neçə Azərbaycan kinosunda da aktyor kimi çalışmışdır. 1929-cu ildə Vulkan Üzərində Ev filmində epizodik rolda çəkilmişdir. Daha sonra 1939-cu ildə Kəndlilər filmində Bəyoğlu obrazını yaratmışdır. Эй, ты, старый пес. Видишь, какая плодородная земля? Беги! Землю, которую ты обижаешь. Daha sonra 1950-ci ildə Başının İşıqları filmində İngilis zabiti obrazını yaratmışdır. Sonuncu dəfə xəbərdarlıq edirəm. Əmr eləyəcəyəm ki, ateş açsınlar və siz ziyan çəkəcəksiniz. Aydındır yoxsa yox? Yox, lazım deyil. Əmrinizi geri götürün. Qan tökmək lazım deyil. Ha, sinyor, bu sizsiz. Yaxşısı budur, buradan gedin. Müdafiə elədiyiniz insanlar sizi parçalamağa hazırdılar. Daha sonra 1957-ci ildə Mahnı Belə Yaranır filmində Biçeraxov obrazını yaratmışdır. Və 1974-cü ildə Bakıda Küləklər əsir filmində Həsənzadə obrazını yaratmışdır. Heç bilirsən Hitler hardadır? Bilirəm. Amma saxlayacaqlar.
Saxlaya bilməsələr, Ola bilmez. niyə olmur? Heç bizim ağlımıza gələrdi ki, var yoxumuz əlimizdən çıxacaq. Sen ne demek istiyorsun? Rəni dayı, anam deyir bir şey lazım deyil. Yox bala, heç nə lazım deyil. Get oyna. Mikhail Mikhailovun rejissor kimi çəkdiyi filmləri xatırlatmaq istəyirəm. 1930-cu ildə Lətif, 1934-cü ildə İsmət, 1935-ci ildə 6-cı his, 1939-cu ildə Hazır ol və 1957-ci ildə Mahnı belə yaranır filminin quruluşçu rejissoru olmuşdur. Mahnı belə yaranır filmində özü də aktyor kimi çəkilmişdir. Hal-hazırda Dövlət Film Fondunda Mikhail Mikhailovun şəxsi fotoaparatı, stol üstü yazı dəsti və şəxsi kolleksiyasından əskinazlar qorunub saxlanılır. Mikhail Mikhailov ötəri şəxsiyyət olmayıb. Azərbaycan kinosunun ilk yaradıcılarından biri olub. Həyat yoldaşı İda Georgiyevna əslən Gürcü millətindəndir və ömrünün sonuna dək Azərbaycan kinoteatrının direktoru vəzifəsində çalışmışdır. İda Georgiyevna 1910-cu ildə anadan olub və 1983-cü ildə dünyasını dəyişib. Mikhail Mikhailov da 1903-cü ildə anadan olub və 1986-cı ildə dünyasını dəyişib. Amma onların övladları olmayıb. Görsənir ki, Mikhail Mikhailovun həyat yoldaşı İda Mikhailova 1983-cü ildə dünyasını dəyişib. Onda Mikhail hələ sağ idi. Öz sağlığında həyat yoldaşının məzarının üstünü götüzdürür. Amma zənn edirəm ki, burada məzar var. Məncə bu Mikhail Mikhailovun məzarıdır. Çünki onların övladları olmadığından məzarın üstü götürülməyib. Onların demək olar ki, heç kəsi yoxdur. Bu barədə mənə kinoşünas Aydın Kazımzadə danışdı. Aydın müəllim Mikhail Mikhailov haqqında mənə çox söhbətlər eləyib və deyirdi ki, onların evində tez-tez qonaq olurdum. Daha sonra Mikhail Mikhailov hansısa filmin çəkilişlərində orada işıqlar partlamışdı və onun gözlərinə dökülmüşdür və ondan sonra o görmə qabiliyyətini itirmişdir. Burada bir foto var. 1934-cü ildə İsmət filmindən olan fotodur. Mikhail Mikhailov aktyorlara epizodu başa salır. Ola bilər ki, Mikhail Mikhailov vəsiyyət edib ki, mənə baş daşı qoyulmasın, məzarımın üstü götürülməsin. O da ola bilər. Çünki Azərbaycanın məşhur qarmon ifaçısı Kör Əhəd ləqəbi ilə tanınan Əhəd Əliyev də övladlarına vəsiyyət etmişdir ki, mən vəfat edəndən sonra mənə baş daşı qoymayın. Övladları da ata vəsiyyətini yerinə yetirərək onun məzarına baş daşı həm də məzarının üstü götürülməmişdir. Əhəd Əliyev Azərbaycanın peşəkar qarmon ifaçısıdır. O, Yasamalda dəfn olunub. Həyat yoldaşı Fatma xanım, qızı Leyla xanım, oğlu Azər Əliyev də
Əmircan kəndində dəfn olunub. Mən onun məzarını ziyarət etmişdim. Amma Əhəd Əliyevin məzarı günümüzə qədər gəlib çatmayıb. Amma övladlarının məzarı bilinir. Zənnimcə Mikayıl Mikaylov da vəsiyyət edib ki, mənə baş daşı qoyulmasın, məzarımın üstü götürülməsin. Məncə bu İda xanımın yanındakı məzar Mikayıl Mikaylovun məzarıdır. Mən bu barədə Aydın müəllimə demişəm və Aydın müəllim də lazımlı yerlərə müraciət edib. Və belə bir təşəbbüs göstərmək istəyirik ki, Mikayıl Mikaylovun məzarını bərpa etsinlər. Mən buradakı mollalardan da soruşdum, yaşlı mollalardan və mənə dedilər ki, ola bilsin ki, bu məzardır və məzara oxşuyur. İda xanım Azərbaycan Kino Teatrının direktoru olub. 1983-cü ildə dünyasını dəyişib. Görsənir ki, vəfatından artıq 43 il ötür. Artıq məzarının üstündəki adı, soyadı, onun doğum və vəfat tarixi artıq oxunmur və yazılar silinib gedir. Demək olar ki, buranı ziyarət eləyən yoxdur. Mikayıl Mikaylov haqqında mənə bizim məşhur kino operator Əsgər İsmayılovun qızı Dilarə xanım da danışıb və Dilarə xanım da mənə bildirdi ki, atam Əsgər Mikayıl Mikaylov haqqında həmişə evdə söhbət edərdi. Bu qədər. Uzun müddət idi ki, mən Mikayıl Mikaylovun məzarını axtarırdım. Və 1974-cü ildə Bakıda Küləklər əsir filmində Mikayıl Mikaylov Həsənzadə obrazını yaratmışdır. Həmin filmdə həqiqətən də o görmə qabiliyyətini itirmişdir. Mən indi buranı təmizləyəcəm, amma belə təmizləməklə heç nə olmur. Və güman edirəm ki, nə vaxtsa burada dəfn olunan Mikayıl Mikaylovun məzarını bərpa edəcəklər. Çünki Mikayıl Mikaylov Azərbaycanın ilk kino rejissorlarından biri olub. Qısa olsa da Azərbaycanın ilk kino rejissorlarından Mikayıl Mikaylov haqqında məlumat verdim və onun həyat yoldaşı İda Mikaylov haqqında da qısa məlumat verdim və bacardığım qədər buradakı otları təmizlədim və otları təmizləyəndə həqiqətən də bilinir ki, burada məzar var. Məncə bu Mikayıl Mikaylovun məzarıdır. Onların övladları olmadığından məzarın üstü götürülməyib. Amma yenə də Aydın Kazımzadə lazımlı yerlərə məlumat verib və nə vaxtsa buranı da bərpa edəcəklər. Bu qədər. Allah Mikayıl Mikaylova və onun həyat yoldaşı İda xanım Mikaylovaya rəhmət eləsin. Ruhları şad olsun.